Salam əziz dostlar, hər birinizi xoş gördük. Biz keçən həftə bildiyiniz kimi dərslərimizi keçə bilmədik. Keçən həftə sizinlə görüşə bilmədik. Mənim biraz özüm açmaq kimi vaxtım yox idi deyə, yəni bəzi işlər vardı deyə mən Zoom-u aça bilmədim. Keçən həftəki dərslərimiz yarımçıq qaldı və xatırlayırsınızsa keçən həftə 11-ci dərsimizdə qalmışdıq. İndi isə 11-ci dərsin sonluğundan biraz xatırlatma etmək istəyirəm sizə. Ondan sonra keçək 12-ci dərsimizə. Biz 11-ci dərsimizdə nə keçmişdik? Bir dəqiqə 11-ci dərsin başını tapım. Aha. Rəqəmsal dövrdə marka olmaq barədə keçdik. Rəqəmsal dünyanın fərqini keçdik və marka olmağın əhəmiyyətini izah etdik. Ondan sonra internetin və sosial medianın fərqini keçdik. Yəni internet nə üçündür, sosial media nə üçündür, onları keçdik. Ondan sonra necə düzgün təqdim olunmaq, işimizi necə düzgün təqdim etməyə keçdik və görünmək və düzgün təqdim olunmaq nə deməkdir, onların fərqini keçdik. Ondan sonra rəqəmsal dünyada ilk təəssüratı keçdik. Yəni sizlə biri var şəxsi həyatda əyani formada, keçmiş üsulla üz-üzə görüşməkdə yaranan ilk təəssürat. Bir də var rəqəmsal dünyada yaranan ilk təəssürat. Onların biraz fərqi var. Hətta biraz çox fərqi var deyə. O rəqəmsal dünyada ilk təəssürat dedikdə Google-da axtarışında ilk siz ola insanların qarşısına necə çıxırsınız, sosial media profiliniz necədir və onlayn rəylər, yəni ki, yorumlar vasitəsilə sizin haqqınızda məlumat toplayırlar. Və onun izahları, məsələlərlə nümunələr çəkmişdik. Ondan sonra insanların beyninə necə şüuraltı olaraq müsbət təsir göstərə bilərsiniz və insanların sizə necə müsbət rəy yazacağını, yəni müsbət geri dönüş edəcəkləri barədə biz keçən dərsimizdə danışmışdıq. Ondan sonra sosial media və strategiya nədir, onların fərqini keçmişdik. Məsəl üçün, hansı sosial mediada daha çox üstünlük göstərir, insanlar hansı sosial mediada var və onlar nə üçün vacibdir, hansını nə üçün istifadə etmək lazımdır, onların fərqini keçdik. Məsəl üçün, LinkedIn-i keçmişdik. LinkedIn-in fərqini siz soruşmuşdunuz, mən onu da əlavə etmişdim dərslərimizə. LinkedIn yalnız iş və işçi axtaranlar üçündür. Yəni, başqa digər sahələrlə də əlaqəli daxil olmaq olar, ora profil yaratmaq olar, amma o qədər tutarlı olmaz. Yəni, əsas tutum orada, əsas hissə iş və işçi axtaran insanlarla bağlıdır. Müdirlər, menecerlər, insan resursları ilə məşğul olanlar, yəni HR-lar və işləmək istəyən insanlar ora daxil olurlar və oradan özlərinə uyğun həm özlərinin faydalı olan məlumatlar toplayırlar, həm də ki, insanlara faydalı məlumatlar vermək istəyirlər sadəcə iş axtaranlar üçün. Yəni, onu yenidən bilindirim. Və YouTube-un da fərqini mən keçən dərs izah etmişdim. YouTube yerləri var, sonra YouTube, Instagram'ın belə deyim, biraz geniş formasıdır. Çünki YouTube'da 3 dəqiqədən artıq video paylaşmaq olur, 1 dəqiqəlik də olur. Amma Instagram'da yalnız 3 dəqiqəyə, yəni 90 saniyə qədər, bir də səhv 120 saniyə qədər olur, dəqiqə yarım, 2 dəqiqə. 2 dəqiqə və 2 dəqiqə yarım səhv eləmirəmsə, bəzi cihazlarda 3 dəqiqə də olur, mən onun üçün 3 dəqiqə dedim. Amma YouTube'da 3 dəqiqədən artıq 5 dəqiqə, 8 dəqiqə, 10 dəqiqə, 1 saat, 2 saatlıq filmlər belə paylaşılır. Və daha çox YouTube'da öyrənmək üçün, maariflənmək üçün, yəni faydalı məlumatlar üçün daxil olurlar. Əyləncə üçün izləyən insanlar da var. Məsələn, filmlərdir, seriallardır, ondan sonra komediyalardır, onlara da izləyənlər var, amma böyük çoxluq YouTube üçün tədrislə bağlı daxil olanlardır. Məsəl üçün, LinkedIn-də yalnız iş və işçi axtaranlar daxil olur.
10% da məlumat öyrənmək üçün daxil olanlar var. Burada da, YouTube'da da 90% tədrislə bağlı daxil olanlardır, 10% izləyicilər. Yəni əyləncə üçün daxil olanlar var. Şortlara baxanlar, komediyalara baxanlar, seriallara baxanlar kimi daxil olanlar da olur. Aha, ondan sonra o platformalarda özünüzü aktiv saxlamağın necə aktiv saxlaya bilərsiniz? Ardıcıl olaraq məqsəd yönlü və dəyər verən paylaşımlar etməlisiniz. Onların da fərqini biz keçən dərs izah etmişdik deyə uzun vaxtı çox keçməsin. Ona görə çox izah etmirəm. Ondan sonra 5 praktiki addımımız var idi. Yəni daha peşəkar, daha gündəmdə qalmaq üçün, daha aktual olmaq üçün bu 5 addımı etməliyik. Profil səlqəyə salmalıyıq, səs tonumuzu müəyyənləşdirməliyik. Yəni hansı cür paylaşım edəcəksinizsə o səs tonunu seçməlisiniz. Məzmun planlamalısınız, yəni səhifədə nə paylaşmalısınız. Gündəlik neçə saatdan bir paylaşım olmalıdır. Onların da mən fərqini keçən dərs demişdim ki, mən SMM deyiləm. Sadəcə mənim hissəmə aid olan qədəri ilə öyrənmişəm və onun fərqlərini izah etmişəm. Ondan sonra izləyicilərinizlə, sizi seçən insanlarla emosional bağ yaratmalısınız. Yəni siz onları ailəniz kimi görməlisiniz. Yəni sadəcə bir izləyici, bir alıcı kimi görməməlisiniz. Bir müştəri kimi yox, ya ailənizin, qohumunuzun bir hissəsi kimi görməyiniz daha üstünlükdür. Ondan sonra reaksiya və ünsiyyət. İzləyicilərinizin şərhlərinə cavab verin və suallarına mütləq şərhlərinə cavab verin və sual verdikdə onları cavablandırın və onları auditoriya kimi görün. Yəni ki, sizin bir tələbəniz kimi, sizin bir qohumunuz kimi, sizin bir ailə üzvünüz kimi, yaxın bir insan kimi görün. Məsəl üçün, belə məşhur bir blogerlər var, yorum yazılanda, şərh yazılanda ona necə deyim, cavablandırmırlar bir çoxunu. Yəni o qədər də məşhur olmayanlar var, amma cavablandırmırlar. Çünki onlar biraz ego yaranıb artıq onlardakı, mən artıq böyük bir YouTuberəm və yaxud da TikTokerəm, mənə yazılan yorumlara, şərhlərə cavab verməli deyiləm hamısına. Yəni belə düşünənlər də var və siz o düşüncəyə qapılsanız, siz artıq o auditoriyanızı bir dəqiqə. Bu balacalaşdı. Auditoriyanızı itirəcəksiniz. Yəni, acı da olsa bunu deyim. Siz o böyük egolara qapılmayın. Ondan sonra emosional təcrübənin fərqini keçmişdim. Marka yaratmağın ən böyük səbəbkarı belə səbəbkarı deyim elə, insanlar, digər insanlar olur, auditoriya olur. Çünki insanlar sizi izləməsə, sizin paylaşdıqlarınızı izləməsə, sizin səhifənizi izləməsə, bəyənməsələr, fikir bildirməsələr, siz artıq o auditoriyanı toplaya bilməzsiniz. Və qısa bir müddət içində toplaya bilərsiniz, amma onu aktiv şəkildə saxlamasanız və insanlarla yaxın ətraf kimi davranmasanız, o insanlar qaçacaq sizdən. Ondan sonra burada bir statistik məlumatımız da var ki, satın almaların bir çoxu, satın almalarda qərar qəbul etmələrin bir çoxu emosional əsaslarla formalaşır. Onun da fərqini mən keçmişdim. Sonra bir nümunəmiz də var idi. Burada bir kafe düşünək. O kafedə logo dizayn ola bilər, amma xidmət yaxşı deyil. İşçilər müştərilərlə, müştəri məmnuniyyətini yaratmırsa, ona önəm vermirsə, artıq o insanlar ikinci dəfə o məkanı seçməyəcəklər. İstəyir kafe olsun, istəyir mağaza olsun, istəyir tədrislə bağlı, təlimlə bağlı bir kursu olsun. Yəni ağlınıza hansı cür gəlirsə, hansı obyekt gəlsin, insanlarla birinci insan kimi davranmaq lazımdır. Və o da insanlarda emosional qərar qəbul etmə hissi yaradır. Burada da onun müştəri məmnuniyyəti üçün nə etmək lazımdır, onları keçmişdim. Gülüş, səmimi ünsiyyət və rahat atmosfer təqdim etməlisiniz və
o təkcə xidmət yox, həm də təcrübə üçün seçəcəklər sizi. Çünki bu gülüş, bu təbəssüm, bu insani davranışlar olarsa, artıq insanlar oranı, həmin obyekti, evləri kimi bilib hər zaman daimi şəkildə ora gələcəklər, o məkanda özlərini tapacaqlar. Ondan sonra hər dərsimizdə olduğu kimi praktiki çalışmalarımız da var idi. Məsəl üçün, praktiki çalışmalarda bu dəfə 2 çalışma verdik. Məsəl üçün, hansıdır? İlk olaraq, öz markanızın insanlarda oyatmaq istədiyi emosiyanı tapıb ora qeyd etməlisiniz və o emosiyanızın da rəngini tapmalısınız. Yəni ki, məsəl üçün, standart olaraq güvənin rəngi mavidirsə, sizin üçün, məsəl üçün, güvənin rəngi sarıdır. Tutalım da, məsəl üçün deyirəm. Və yaxud da çəhraydır, su yaşılıdır, fosfor rənglərdir, qırmızıdır. İndi sizdə nə rəngdirsə, ondan bir şeylər çəkməyiniz daha yəni məqsədə uyğun olar. Məsəl üçün, mən deyərdim, mən ilk vaxtlar belə edirdim, Venn diaqramı çəkin, dairə. Yəni, 2 dənə dairə iç-içə olan dairələr riyaziyyatda yəqin ki, keçmiş, yadınızda qalar, keçdiklərinizdən. Oxşar fərqli cəhətlər yazılır, oxşar rəqəmlər, fərqli rəqəmlər yazılır və siz güvən, məsəl üçün, sevincmi yaratmaq istəyirsiniz, güvənmi yaratmaq istəyirsiniz, onu, yəni hər rəngi, hər hissi həmin rəngli karandaşla yazmağınız daha üstünlükdür ki, sizin beyninizə avtomatik şuur altı olaraq o his yeridiləcək və insanlarda o hissi avtomatik sizdən enerjini tutacaqlar. Ondan sonra ikinci tapşırığımız nə idi? Hər təqdimatda məzmun və ya məhsul hazırlayanda özünüzə sual verin. Bu addım seçdiyim emosiyanı oyadır. Yəni ki, siz bunu eləyəndə hansı hissi yaradır sizdə? Yuxarıda da dedim, sevinç, güvən, həyəcan. Bu seçdiyiniz addım, etdiyiniz addım bu hissi verirmi sizə verir bu hissi doğrudan. Yəni sevinç hissini verir və yaxud da həyəcanlandırır sizi bu etdiyiniz bir şey. Yəni sizi həyəcanlandırmırsa, sizə güvənli, sevinç, yaradıcılıq hissi vermirsə, sizin auditoriyanıza da o hissi verməyəcək. Birinci sizə nə hiss verirsə, auditoriyanıza da o hissi verəcək. Ondan sonra 12-ci dərsimizə keçsək, bu artıq bir özət idi. 12-ci hissə hekayənin gücüdür. Hekayənin gücü dedikdə nə nəzərdə tutulur? Hər güclü markanın arxasında səmimi və təsirli bir hekayə dayanır. Yəni, məsəl üçün, bu dəqiqə yeni marka yaradan insanlar, daha doğrusu hər kəs, süni intellektdən, yəni yapay zəkadan, bəzi cihazlarda yapay zəka, bəzi cihazlarda süni intellekt deyilir. Oradan özlərinə hekayə yazırlar, sonra nağıllar quraşdırırlar. Yəni ki, o sizə aid olmayan və səmimi olmayan bir hekayə, kopyalanmış, belə deyim, kopyalanmış hekayə, şablon hekayələr artıq sizin markanızın hekayəsi olmadığı üçün sizin də hekayəniz deyil və sizin də hekayəniz olmadığı üçün o artıq auditoriyanızda inanc yaratmayacaq. Yəni, insanlar ya hardansa görüb oxumuş olacaqlar onu. Yəni ki, insanlar artıq o hekayəni bilmiş olacaqlar. Və yaxud da tam tərsinə, artıq insanların içsel olaraq hiss eləyəcəklər ki, bu hekayə bu insana uyğun gəlmir. Və onu da bildikdən sonra artıq sizə qarşı güvənsizlik hissi yaranacaq onlarda və o güvənsizlik hissi yarandıqdan sonra da yenidən həmin insanlara güvən yaratmaq çox çətin bir mərhələdir. Yəni, onun üçün hər kəs öz hekayəsini danışmalıdır. Şərt deyil, xırda-xırda bütün yaşadıqlarım, bütün bu yola qədər ki, hər şeyi izah etsin, danışsın. Sadəcə hansı yollardan keçdiyin və niyə bu qərara gəldiyin danışmalıdır. Şəxs hekayədə, marka hekayəsi yox. Marka hekayəsi markanızın yarandığıdır. Şəxs hekayədə sizin haqqınızda. Məsəl üçün, harada doğulmusunuz, nə vaxt doğulmusunuz, hansı məktəbdə oxumusunuz, hansı universitetdə oxumusunuz, ixtisasınız nədir? Sizin seçəcəyiniz
marka, yaradacağınız marka, orada bir sərhəd qoyum. Yaradacağınız marka sizin ixtisasla uyğundurmu, deyilmi? Yəni, məsəl üçün, mənim yaratdığım Ener Akademi hələ ki onlayn fəaliyyət göstərir, düzdür. Amma Ener Akademi mənim ixtisasım üzrədir. Yəni ki, təlim tədrisdir və orada psixologiya və sosiologiyanın fənləri olaraq psixologiyadır, psixologiyanın bir alt qolları olaraq şəxsi inkişafdır, bədən dilidir, təlimçilikdir, yəni tot. Bu indi mən o təlimi almasaydım sizə bu təlimləri keçə bilməzdim. Çünki onu keçmək üçün diplom lazımdır. Kurslar tədris olunur 6 aylıq, 3 illik, 1 illik. Baxır kursdan, akademiyadan akademiya, tədris mərkəzinə. Fərqli aylarda keçilənlər var, fərqli zamanlarda keçilənlər var və mütləq o həmin təlimin kursunu bitirib diplom, sertifikat, bir sənəd alınmalıdır ki, yəni ki, mən bunu doğrudan keçib bitirmişəm. Və yəni TOT təlimidir, təlimçilər üçün təlim adı belə gedir və insan resurslarında bitirmişəm, amma insan resurslarında sosiologiyanın bir qolu olduğu üçün mən hələ ki onu tədris etməmişəm hələ, belə deyim, amma etməyi düşünürəm bu marka olub bitirdikdən sonra. Və bu marka yaratmağı da sırf mənim Ener Akademiyaya görə öyrəndim ki, mən öz kursumu necə daha profesional şəkildə düzəldib insanların qarşısında təqdim edə bilərəm. Aha, burada da izah etmişəm. İnsanlar məhsul və ya xidmət almaqla kifayətlənmir, onun arxasında duran məqsəd və hekayəni də alırlar. Yəni ki, məsəl üçün, insanlar maraqlanır ki, görün bu markanın sahibi doğrudanmı belə bir insan var, yoxsa hansısa hekayəni özünə kopyalayıb, yoxsa sadəcə boşluqdanmı marka yaradıb və o markanı yaradanda öz ixtisasına uyğundurmu? Yəni ki, öz ixtisasına uyğundur, yəni bilir, bilmir, yəni o sahə üzrə məlumatlıdırmı, deyilmi? Və yaxud da o sahəni sevərəkmi o markanı yaradır, yoxsa sadəcə marka yaratmaq xətrinə, məşhurlaşmaq xətrinə mi yaradır? Yəni, onların hamısını bircə sosial media vasitəsilə didikləyib sizin haqqınızda məlumat öyrənəcəklər. Ondan sonra burada niyə hekayə yaratmaq vacibdir məlumatı var. Beyin hekayələri təcrübə kimi qəbul edir və məlumat kimi deyil. Hekayələr insanlara mesajı duyğu ilə çatdırır və yaddaşda qalır. Məsəl üçün, siz öz hekayənizi, öz yaşadıqlarınızı danışdıqda, markanızı yaratmağa qədər ki, yaşadıqlarınızı danışdıqda, doğulduğunuz gündən markanı yaratdığınız ana qədər, o düşüncəni düşündüyünüz ana qədər, hələ yaratdığınız yox, düşündüyünüz ana qədər nə yaşamışsınızsa o müddət ərzində 20 ilmi ola bilər, 25 ilmi, 18 ilmi, indi baxırsınız o markanı nə vaxt yaratmaq istəyəcəyinizə, o düşüncəni nə vaxt düşünəcəyinizə. Həyata keçirtmək yox, düşündüyünüz an, yəni beyninizdə yarandığı an, ana qədər nə yaşamışsınızsa, onları insanlar sizin təcrübəniz kimi, sizin həyat təcrübəniz kimi fikirləşib, dəyərləndirib, ona uyğun qərar verəcəklər. Məsəl üçün, sizin hekayənizə uyğun insanlar sizi daha çox seçəcəklər. Çünki deyəcək ki, hə, mənim hekayəmə uyğundur və bu markada da mən markamı yarada bilməmişəm, amma bu yaradıbsa artıq deməli mən də yarada bilərəm deyib həvəslənib sizə daha çox seçəcəklər. Ondan sonra və siz də insanlarda duyğusal təsir yaradacaqsınız, belə deyim, duyğusal baskı yaradıb şuuraltı olaraq daha güclü təsir edə biləcəksiniz. Və sizin yəni ki, stimul verici motivasiya edəcəksiniz ki, yəni mənim hekayəm budur, mənim təcrübəm budur, yaşadıqlarım budur, niyə bu qərara gəlmişəm, nə olan olduqdan sonra mən bunu fikirləşmişəm, bu mənim ixtisasımdırmı, deyilmi?
Yəni o qərarları, o təcrübələri, hekayələri danışdıqca insanlar artıq beyinlərində təcrübə kimi formalaşdırıb artıq onları özlərində tətbiq etməyə çalışacaqlar. Amma o hekayələri danışarkən içində bir çox şişirdilmə olmasın, iki yalan olmasın. Yəni şişirdilmə deyəndə yaşadıqlarınız belə bəziyə danışmaq yox, adi sıradan. Yəni nə baş veribsə onu danışıb o üzrə hekayə qurmaq və yalandan, yəni ki onu yaşamamısınızsa, yalandan insanları inandırmaqdan ötürü bəzi hekayələr quraşdırmağa ehtiyac yoxdur. Çünki onun yorğunçuluğu sadəcə sizə qalacaq. Ondan sonra bir də nə deyirdim? Bir də o yadımdan çıxdı ki, yəni süni intellekt vasitələrindən hekayə yaratmayın. Öz hekayələrinizi süni intellektlə daha səliqəli formaya sala bilərsiniz. O hekayələri daha mədəni, bədii, ədəbi formada formalaşdıra bilərsiniz. Amma yeni hekayələr oradan yaratmayın. Çox üzrlü hesab eləyin. Kameranı və səsi bağlamalı oldum. İndi isə yenidən qaldığımız yerdən davam edək. Məsəl üçün Apple və Nike kimi markalar məhsulunu satmırlar və ideyanı və təcrübəni satırlar. Məsəl üçün indi Instagramda ən çox da görürsünüz, bütün sosial medialarda paylaşırlar, amma ən çox Instagramda paylaşırlar ki, Nike'ın yaradıcısı, Tesla'nın yaradıcısı Nikola Tesla, Nike'ın yaradıcısı, Samsung markasının yaranması, bütün vaxtı o hekayələri görürsünüz. Milyarderlərin necə milyarderləşməsi. Düzdür, indi bəzilərinin biraz şişirdilməsi var, hətta bir çox şişirdilmələri var və bəzi hissələr orada tam deyil. Yəni o bir hissədən sonraki bir hissə artıq o orta birləşdirici hissə, zəncirin orta hissəsi yoxdur. Yəni ora demirəm, o heç, o özləri bilərlər, qarışmıram ora, onu paylaşanlar bilər. Mən sadəcə o hekayələrin paylaşılmasını deyirəm. Yəni öz hekayələrin paylaşırlar, öz məlumatların paylaşırlar. Ondan sonra məsəl üçün Apple'ın hekayəsi nədir? Apple deyəndə yəni iPhone-un təbii ki də bilirsiniz. Bütün iPhone-un yaradıcısının düşüncəsi nədir? Yəni bu marka nə üçün yaratmasıdır? Apple'ın məntiqi budur ki, fərqli düşünmək, Nike-inki isə öz gücünü aşmaq mesajını verir. Apple-inki məsəl üçün yeni bir telefon yaratmaqdır. Bütün telefonlar Samsung'dur, bütün telefonlar Redmi'dir, Realme'dir, Honor'dur və s. Bütün telefonların hamısı Android gedir. Yəni proqram Androiddir. Amma iPhone-unki Apple gedir. O da yəni iCloud gedir. Onlar yəni ayrı bir sistem olaraq gedirlər və o da o iPhone-un yaradıcısı da, Apple-ın yaradıcısı da onun üçün onu yaradıb. MacBook, yəni kompüter, bütün kompüterlər HP-dir, sonra Lenovo-dır və s. kompüterlər adi notebook gedir. Amma Apple-ın kompüterləri MacBook gedir. Bütün tabletlər, planşet gedir. Bütün Android tabletlər, planşet gedir. Amma Apple-ın planşetləri iPad gedir. Yəni fərqi buradadır. O da fərqi o deməkdir ki, fərqli düşünmək. Yəni ki, bu fərqi yaradıb. Fərqi yaradıb ki, onun artıq cihazın içi belə, cihazın beyni belə fərqlidir. Niyə? Çünki fərqli düşünüb, fərqlilik yaratmaq istəyib. Nike-da nədir? İdman ayaqqabılarıdır. Nike bir də Adidas. O ikisi də sport tipli əşyalardır. Paltar olsun, ayaqqabısı olsun, çantası olsun. Səhv eləmirəmsə Nike-ın çantası da var. Dəqiq bilmirəm, amma məncə Nike-ın çantası var. Yəni ki, o öz gücünü aşmaq, yəni insan öz gücünü nə vaxt aşır? İdmanla məşğul olduqda və o idmanla məşğul olduğu üçün da
idmanla məşğul olmağa daha məcbur eləyir, belə deyim. Onun dizaynı, görünüşü, rahatlığı insanları məcbur eləyir ki, gəlsin idmanla məşğul olsun. Aha, ondan sonra insanlar bu markalara görə alış-veriş etmir, onlarla özlərini tanıyır və motivasiya olurlar. Bayaq dediyim kimi, onlar öz hekayələrinə olan markaları seçirlər və öz hekayələrinə uyğun olan markalarda da artıq özlərini tapırlar və o yöndə özlərini inkişaf elətdirirlər. Keçmişi, yəni sizin markanız kiminsə hekayəsi ilə, keçmiş hekayəsi ilə eyni ola bilər. Əsas odur, gələcək hekayəni süni intellektlər vasitəsilə yaratmadan gələcək hekayənizi düzgün qurun. Bizim 10 dəqiqə vaxtımız qalıb. 10 dəqiqə içində mən bəzilərini danışacağım. Az hissə qalacaq, amma yenə də danışacağım. Məsəl üçün, fərdi brend üçün hekayə nədir? Şəxsi hekayədə, marka hekayəsi yox. Biz əvvəlki dərslərimizdə də şəxsi hekayə ilə marka hekayəsinin fərqini keçmişdi. İndi onları kim istəsə aşağıda plus qoyar. Mən ona YouTube linkini göndərərəm. Fərdi brend üçün bir hekayə. Biri var. Fərdi brend deyəndə, yəni ki, kiçik sahibkarlar, adı yadıma düşdü. Kiçik sahibkarlar üçün hekayə ayrı cürdür. Bir də var böyük sahibkarlar, yəni şirkət sahibləridir, zəncir sahibləridir. Yəni mağaza zəncirinin sahibləri, restoran zəncirlərinin sahibləri, geyim mağazalarının zəncir sahibləri. Yəni o birdən çox olanlar sahibkardır, böyük sahibkardır. Birdən az olanlar, bir və birdən az olan, balaca olanlar, məsələn, arendaya obyekt götürənlər, onlar artıq fərdi sahibkardır, fərdi brend sayılır. Burada da daha geniş izahını yazmışam. Əgər siz təlimçi və ya sahibkarsınızsa, təlimçilər adətən bir obyekt götürürlər, arendaya obyekt götürüb orada təlimlərini tədris edirlər. Məsəl üçün, bu təlimçi deyəndə mən qısa təlimçi yazmışam. Psixologlardır, təlimçilərdir, müəllimlərdir, koçlardır, koçinglə məşğul olanlardır. Ondan sonra, yəni sosiologiya ixtisasının, belə deyim, tələbələrinin bir tələbəsi olmuş insanlardır. Onların keçdiyi təlimlər, onların məşğul olduğu ixtisaslar. Və ondan sonra sahibkarlar. Sahibkarlar da hansılardır? İkinci qrup iqtisadi fənlərin bitirmiş insanlar. Məsəl üçün, təlim keçmir, tədrislə məşğul olmur, sadəcə işlətmədir. Türkiyədə buna işlətmə deyirlər. Sadəcə həmin məkanın işlətməsidir. Orada işçilər var, müəllimlər var, tələbələr var, təlimçilər var, psixoloqlar, koçinglər var. O heç bir şey etmir, sadəcə müdürlük edir, sadəcə sahibkarlıq edir. Yəni bunların hər ikisi də bir obyekti olanlara aiddir. Burada arendaya götürüb işlətdiyidir. Yəni təlimçidir, arendaya obyekt götürüb işlədir. Burada da sahibkardadır, kiçik sahibkardır. Obyekt artıq bir obyekti var, amma öz obyektidir. Yəni özü açıb, özü tikdirib, özünə aiddir. Sənədlər özünündür. Amma bir obyekti var. Bunlar artıq fərdi sahibkarlığa, fərdi brendə aiddir. İnsanların sizə, onların sahiblərsinizsə, onlarla məşğulsuzsa, insanların sizə bağlanması üçün hekayənizi bölüşməlisiniz. Yəni, yaşadıqlarınızı hekayəyə çevirib insanlara danışmalısınız. Çünki onlara göstərməlisiniz ki, siz də çətinliklər yaşamısınız və öyrəndiklərinizi paylaşmaq istəyirsiniz. Hekayə səmimi olduqda insanlar sizi peşəkar yox, dost və ilham verici şəxsiyyət kimi qəbul edəcəklər. Bayaq dediyim kimi, hekayələri çox şişirtmədən, inandırıcı şəkildə, insan beyninin qəbul edəcəyi şəkildə danışmalısınız.
Yəni və hissələr tamamlayıcı olmalıdır. Yəni hekayənizin hissələri bir-birinə uyğun gəlməlidir və o hekayə bir-birini tamamlamalıdır. Yəni arada boşluq yaranarsa artıq o insanlar sizə güvənməyəcək və sizi bir hansısa obyektin sahibi kimi görəcəklər. Və onu da bildirim ki, hekayələri danışan zaman bir qrafik halında yazmağınız daha uyğundur ki, o hekayəni yazdıqdan sonra artıq onu arası kəsilmədən, qırılmadan danışa bilərsiniz. Çünki artıq onun arası kəsildikcə öz şəxsi hekayənizin ola bilər, nəysə unudarsınız, hansısa hissəni demək yadınızdan çıxar, həyəcanlanarsınız və yaxud da hər hansısa bir səbəb olar, siz onu unudarsınız. O bir hissəni, məsəl üçün 1-ci sinifdən 11-ci sinifə qədər olan hissəni danışanda 11-ci sinifin yanvar ayının hansısa 10 gününü unudarsınız. İnsanlar avtomatik olaraq düşünəcək ki, bu hissəni danışmadırsa, deməli bu hekayə artıq yalancıdır və orada zəncir qopacaq. Onun üçün artıq siz onları bir vərəqdə, önəmli hadisələri bir vərəqdə yazmalısınız. Yəni hekayənizi bir esse kimi yazmaq yox, bir mətin kimi yazmaq yox, sadəcə önəmli başlıqları yazaraq, məsəl üçün ayın filanında doğulmusunuz, doğulduqdan sonra harda yaşamısınız və ondan sonra hansı məktəbə getmişsiniz, 1-ci sinifdə ən yadda qalan hadisəniz bu olub, 2-ci sinifdə bu olub, 3-cü sinifdə bu olub, yay tətillərində bura getmişsiniz, yay tətillərində hansısa ölkəyə getmişsiniz, getməmişsiniz, yəni onları qeyd edərək, başlıqlar halında qeyd etdikdən sonra, məsəl üçün mən burada qısa-qısa başlıqlar yazmışam, onlar kimi siz də başlıqlar qeyd edərək, avtomatik olaraq o başlığı yazanda siz biləcəksiniz ki, hansı mövzu üzrə danışacaqsınız. Məsəl üçün, ədəbiyyatda plan qurmaq var. Bilmirəm, ədəbiyyatda nə cürə bilirsiniz, oranı deyə bilmərəm. Amma ədəbiyyatdan biraz məlumatı olan insanlar azacıq, bu qədərcik. Məlumatı olan insanlar avtomatik o plan qurma hissəsini bilirlər. Hekayələrin planlaşdırılmasıdır, əsərlərin, məzmunların düzgün şəkildə sujet xəttidir, planlaşdırılmasıdır, xronologiyası da deyirlər, yəni onu etdikdən sonra onları quraşdırdıqda sizin üçün danışmaq daha rahat olacaq. Aha. O hekayə qurmağı mütləq etməlisiniz ki, o qısa başlıqları mütləq yazmalısınız. Aha, ondan sonra praktiki addım dedikdə bəzi çalışmalar evə verəcəm. Bizim 3 dəqiqə vaxtımız qalıb. Öz hekayənizi yazmalısınız. Mən qısa başlıqlar dedim, amma o qısa başlıqlar artıq çıxış zamanı lazım olacaq. Çıxış zamanı siz özünüzə qısa konspekt formasında plan qurmalısınız ki, yəni bunları danışacağım insanlara və bunlar mənim hekayəm haqqında olan məlumatlardır. O marka hekayəniz yox, sizin öz yaşadıqlarınız. Şəxsi hekayə dedikdə budur. Sizin öz yaşadığınız marka qurmaq fikri beyninizə gələnə qədər ki, hissə bitdi. Yəni ora qədər nə yaşamısınızsa onu. Öz hekayənizi yazın, olan hamısını yazıb bitirdikdən sonra niyə görə marka yaratmağa başlamısınız? Artıq 2 sətr buraxdıqda, aşağıda 2 sətr, 3 sətr buraxdıqdan sonra o biri vərəqə keçmədən, çünki artıq siz o biri vərəqə keçsəniz, onun hissəsi zəncir qırılacaq, siz artıq o hissəni insanlara danışanda əzbərlədiyiniz üçün, sırayla əzbərlədiyiniz üçün artıq o hissə sizdə boşluq yaranıb qırılacaq. Onun üçün çalışın eyni hissədən, eyni səhifədən yazın, vərəqdən yazın, amma aşağı 2 sətr, 3 sətr, hətta buraxa bilirsiniz 4 sətr buraxıb niyə markanızı yaratmağa başladığınızı yazın. Məsəl üçün siz yuxarıda şəxsi hekayə, fərdi hekayə yazaraq başlığı onun qoya bilərsiniz. Aşağıda da marka hekayəm. Marka olmağımın hekayəsi belə də yaza bilərsiniz. 2 başlığı mütləq qoymalısınız. Çünki onu qoymasınız, hamısı qarışacaq bir-birinə və zəncirin ucu itəcək. Və o zəncirin ucu itdikdə də artıq insanlar sizdə güvənsizlik yaşayacaqlar.
Aha, ondan sonra niyə başladınız? Hansı çətinliklərdən keçdiniz marka olaraq? Bu sualı həm fərdi hekayənizdə, şəxsi hekayənizdə qeyd etməlisiniz, həm marka hekayənizdə ki, yəni bunları həm həyatda hansı çətinliklərdən keçmisiniz, həm də marka yaradanda hansı çətinliklərdən keçmisiniz. Ondan sonra insanlara hansı dəyəri təqdim etmək istəyirsiniz? Yəni, mən məsəl üçün elm maarifləndirmək, elmləndirmək, təhsil vermək və yeni biliklər, o Apple-ın da dediyi kimi fərqli düşüncələr yaratmaq istədiyim üçün və sosiologiyanı az da olsa Azərbaycanda öyrətməyə çalışmaqdır. Yəni təbliğ etməyə çalışıram sosiologiyanı. Bizdə sosial işdir, qısa konkret məlumatlardır, amma Türkiyədə bildiyiniz kimi sosiologiya, sosioloji dedikdə artıq